Salam dostlar, trigonometri ilə bağlı bir çalışmanı həll edəcəyik. Deməli verilib tangens 2 arc kotangens 4/3 ifadəsinin qiymətini tapın. Burada arc kotangens 4/3'ü bir alfa ilə işarə etsək, yəni alfa bərabərdir arc kotangens 4/3 olsa, onda alarıq ki, kotangens alfa bərabərdir 4/3'ə. Tangens alfa vurulsun, kotangens alfa bərabərdir 1 olduğu üçün da buradan alarıq ki, tangens alfa bərabər olar 3/4'ə. Bizdən isə bu ifadəni soruşur. Onda yazarıq tangens 2 alfa, çünkü bu ifadeye alfa demişik, bərabərdir. 2 qat arqument düsturuna göre yazarıq 2 tangens alfa bölünsün, 1 çıxılsın tangens kvadratı alfa. Tangens alfanın qiymətini bilirdik. Gətirib burada tangens alfanın yerinə yazsaq, onda alarıq ki, 2 vurulsun 3/4 bölünsün, 1 çıxılsın 3/4'ün kvadratı. Buradan isə alarıq ki, 3/8 bölünsün. 1-dən 9'da 16'nı çıxsaq, mənfi 9'da 7 edər. Və buradan alarıq ki, 3/8 vur, mənfi 7'də 9. Bu isə bərabərdir. Mənfi 3 ilə 9 ixtisar geçsə, burada 3 qalar. Alarıq mənfi 7'də 24.